İmişli rayonunun Hacı Almuradlı kənd orta məktəbinin direktorunun şagirdə qarşı fiziki zorakılıq törətdiyi iddia olunur. Yenavaz.com xəbər verir ki, sosial şəbəkələrdə məktəbin həyətində şagirdin fiziki zorakılığa məruz qalmasının kadrlarda yayılıb. Mil Muğan Regional Təhsil İdarəsindən Qafqaz Infoya bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Stat: Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yol verən şəxsin İmişli rayonu Hacı Almuradlı kənd tam orta ümumi təhsil məktəbinin direktor olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb. Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək. Statın sonu.